Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının artıq bir neçə gündür ki, Allahın Rəhmət surəsində, Bərəkət və Məğfirət surəsində nəsib olub bizlər də iştirak edirik. Allahın qonaqlığına, ziyafətinə dəvət almışıq. Allah bizləri bu mübarək ayda öz rəhmətindən, məğfirətindən, bərəkətindən uzaq eləməsin bizləri bu məğfirətdən, rəhmətdən, mübarək Ramazan ayının fəzilətindən bəhrələnənlərdən etsin inşallah. Amin. Razı təşəkkür edirəm bir daha, yenə də mübarək bir gündə, mübarək Ramazan ayının günlərinin birində yenə də nəsib oldu bir yerdə o mənəvi söhbətləri danışmağımız. Allah sizdən razı olsun. Bir daha təşəkkür edirəm. Və bizim Allah razı olsun. Və bizim keçən dəfəki söhbətimiz mübarək ayın gəlişi ilə bağlı Həzrət Peyğəmbər sallallahu əleyhin hədisində qeyd olunan, xütbəsində qeyd olunan rəhmət, bərəkət, rəhmət və məğfirət barəsində idi. Biz bunların barəsində danışdıq. Ümumiyyətlə İnsan, mən deyərdim ki, bu xütbənin içərisində Həzrət Peyğəmbər sallallahu əleyhin bizə çatdırmaq istədiyi mübarək ayın fəzilətidir. Əslində onu biz başa düşəndə, onu anlayanda daha çox insanın mübarək aya və bu ayda oruç tutmağa təşviq eləyir, rəğbətləndirir. Bərəkət barəsində danışdıq ki, deməli, mübarək ayın, belə deyək, insan bir neçə şeyi bu ayda hiss edir bərəkətdən. O cümlədən biz zamana toxunduq ki, insan zamanın necə bərəkətli keçməsini bir çox hallarda hiss edir. Mən maddiyyat barəsində istəyərdim bir şeyə, elə üstündən keçim o məsələnin, toxunum o məsələyə. Ümumiyyətlə, bir neçə şey var ki, o şeylərə riayət eləyəndə hədisləri bir yerə cəmləyib, oradan çıxarış eləmək istəyərdim. Bir neçə şey var ki, onları bir yerə estağfirullah, bir neçə şeylər var ki, o şeylərə riayət eləyəndə biz həyatımızda baxıb görürük ki, ardıcan bərəkət getirir, işlərimiz bərəkətli olur. Məsələn, onlardan biri halal ruzidir, halal ruzi qazanmaqdır. Ümumiyyətlə, halal ruzidən istifadə eləməkdir. Əgər insan qazancına haram qatmasa, mən hətta bir şeyi test eləmişəm öz həyatımda və bir neçə nəfər də bu şeyi eləyiblər və oradan onlar da məsəl üçün mənim üçün danışıblar ki, yazıblar. Məsələn, bir illik, gündəlik və yaxud aylıq nə qazanırsa, onu qeyd eləyib. Məsələn, gəlir bir ilin tamamında hər günü qeyd eləyib də öz üçün ki, bu qədər, məsələn, pul qazanmışam. Və ilin sonunda baxıb görüb ki, ilin tamamında, məsələn deyirəm, 3000 manat dəyərində bir il ərzində pul qazanıb. Təbii ki, halaldır. Və ikinci tərəfdən də onun məsrəfini yazıb, xərclənməsini yazıb. İkisini də ayrı-ayrı cədvəllərdə. Sonda gəlib ilin sonunda baxıb görür ki, qazancı 3000-dirsə, xərclədiyi həmin qazancdan 3500 və yaxud 3700 manatdır. Deyir, mən onun cavabını tapa bilmirəm ki, bu 700 manat, 500 manat bu artıq ki vardı, bu hardan çıxdı? Çünki əlavə mən deyir, pul xərcləməmişəm. Hətta mən özüm bunu yoxlamışam belə. Görürəm ki, halal qazancdan insan qazanc əldə edir, xərcləyəndə onu artığının tapa bilmirsən ki, hesaba da vurursan ki, baxı, hardan çıxdı bu? Ancaq bunu bağlamaq olur nə ilə? Halal qazancın bərəkəti. Çünki vəd verilib hədislərimizdə ki, əgər bir nəfər halal qazancı əldə eləyərsə, bərəkətli olar. Və ondan da əlavə, bərəkət burada bu mənadadır ki, insanın, belə deyək, pulunun artımı olar. Bundan da əlavə, hətta insanın o artımdan əlavə bərəkət bu mənadadır ki, insanın mənəvi həyatında da faydası çox olar. Faydası çox olar. Bəli. Deməli, məşhur bir cibgir var idi. Mən o hədisdə, xütbədə də var ki, soruşdular Həzrət Peyğəmbərdən ki, bu ayda ən yaxşı əməl hansıdır, yəni yetirək. Həzrət buyurdu ki, əl-vərəu ən məharimillah.
Allahın haramlarından çəkinmək. Digər bir hədisdə buyurur ki, halal qidala qidalanmaq bu ayda. Bu iki hədisi, xutbəni və hədisin bu hissəsini yan-yana qoyanda bir nəfərin həyatına çox insanların həyatından misal çəkmək olar. Mən səhv eləmirəmsə, Ayətullah İsfahaninin dövründə ki, həmin vaxtı Nəcəf Hövzəsinin, mədrəsəsinin ustadlarından idi, böyüklərindən idi. Onun dövründə Nəcəfdə məşhur bir cibgir var idi. Çox mahir bir cibgir idi. İnsanların cibinə girirdi, pullarını uğurlayırdı falan. Gəlir mübarək Ramazan ayı çatır. Çoxları da onu tanıyırdılar. Mübarək Ramazan ayı gəlib çatır. 3 gün keçir. Ramazan ayının 3-cü günündə bir gün tələbələr görürlər ki, bu gəlib. Gəlib hövzəyə deyir ki, mən 3 gündə acam, axşam iftar eləyə bilmirəm. Heç bir şeyim yoxdur iftar açmağa. Və istəyirdim ki, gəlim sizdən mənə kömək eləyəsiniz. Bir dirhəm verəsiniz və yaxud neyinizsə varsa verəsiniz, mən iftarımı açım. Tələbələr belə baxdılar ki, sən ki cibgir adam, sənin pulun yoxdur. Əli ilə cibini göstərdi ki, baxın cibim doludur pulla. Amma oğurluq puldur. Cibgirlik eləmişəm, pul qazanmışam və istəmirəm bu pulla iftar açam. Bu qazancla. Çünki oğurluqdur, haram puldur və niyə görə istəmirəm? Çünki axşam ki otururam iftar açmağa, oxuyuram ki, Allahümmə ləkə sumtu, ilahi sənə görə, sənə xatir oruç tutum və əla rizqikə əftərtu. Və sən verdiyin ruzi ilə iftar edirəm, orucumu açıram. Baxıb görəm ki, yox, bu ruzini Allah verməyib. Allah haram ruzi vermir. İstəyirəm halal ruzi ilə, Allah verdiyi ruzi ilə iftarımı açam. Tələbələr yığışırlar, xoşlarına gəlir bu söz. Yığışırlar, indi tələbədir də, kimin nəyə güc alır, biri xurma verir, biri çörəyindən verir. Həmin gün iftar açır, sabahı gün yenə gəlir, o birisi gün yenə gəlir. Bunu xəbər verirlər Ayətullah İsfahaniyə. Ki, belədir, Ayətullah İsfahani tez olaraq tapşırır ki, nə badı onu uzaqlaşdırasınız, verin və o halal ruzi onun mənəviyyatında təsir qoyacaq. Mənəviyyatında təsir qoyacaq və belə də olur. Mübarək Ramazan ayının sonuna qədər Ayətullah İsfahani özü də kömək edir ona və sonda mübarək Ramazan ayı çıxandan sonra, fitr bayramı keçəndən sonra o həmin o cibgirlikdən, belə deyə, oğurluqdan, haram mal qazanmaqdan əl çəkir, çevrilir, 180 dərəcə dönür, olur möminlərdən biri. Bir dənə halal ruzi, baxın, insanın həm qazancının özündə biz misalını əvvəldə çəkdik və həmçinin də mənəviyyatında insanın necə təsir qoyur. Ona görə elə o xütbənin də bu hissəsi o cəhətdən mən belə anladım ki, əl-vərəu ən məharimillah, Allahın haramlarından çəkinmək bu ayda ən gözəl, belə deyək, ən vacib işlərdən biridir, Həzrət Peyğəmbər buyurur. Yenə də qayıdıram elə Allahın rəhmətinə. Allah bu ayda bizim üçün bir mənəvi süfrə açıb, Du'itun fihi ila ziyafətillah. Dəvət olunmusunuz nəyə? Allahın qonaqlığına. Allahın qonaqlığında bir süfrə var ki, o süfrənin də belə deyək, mənəvi bir süfrədir. Rəhmət süfrəsidir, bərəkət süfrəsidir və məğfirət süfrəsidir. Ki, bir çox insanlar var ki, keçən dəfə misalını da demişdik ki, o zamanın bərəkətini hiss eləyəndə, bəzən də olur ki, insan ac qalarkən, oruç tutarkən, bəzən yoxu çox hallarda olur və əksər insanlarda bu sözü deyirlər ki, mən digər vaxtlarda heç bir şeyin bəzən deyərdi ki, ətrini hiss eləməzdim. Amma mübarək Ramazan ayında evdə məsələn çay dəmlənirsə belə, çayın da ətrini hiss edirəm. Onu da başa düşürəm. Buradan bu belə deyək də Allahın rəhmətini hiss eləmək üçün, anlamaq üçün bu bir dənə nümunədir ki, insan belə deyək, əmri yerinə yetirərkən, səhərdən o müəyyən vaxta qədər ac qalması ilə, belə deyək, dünya qidalarından özünü saxlamaqla mənəvi qidanı hiss eləmək. Allah əslində bunu istəyir, daha doğrusu ki, insan mənəvi qidanı hiss eləsin, yaşasın, dadsın. Mənəvi qidanı da dadmaq var. Məsələn, Allahın rəhməti. Allah Quranda buyurur ki, və min ayatihi ən yursilər riyahə mübəşşiratin, ardıcan necədir ayə? Və linuziqakum min rəhmətih. Allah sizə küləyi göndərməyinin mənası budur ki, Allahın nişanələrindəndir. Niyə görə göndərir? Linuziqakum min rəhmətih. Allahın rəhmətini dadasınız deyə
Allahın rəhmətini dadmaq üçün. Deməli, Allahın rəhməti həmçinin də dadmalıdır. Biz bunun qısa, belə deyək, anladığımız tərzdə, yaşadığımız tərzdə nümunəsinin biri budur ki, biz bugün bəzi qidaların oruz olanda ətrini hiss eləyə biliriksə, anlaya bilir. Başqa vaxtda hiss eləmək olmur. Ətrini hiss eləmirsən. Adi məsələn, çay dəmlənirsə, çayın o ətrini biz hiss eləyirik. Adi bir çay misal deyirəm mən. Deməli, insan əgər qida fikrində olmasa ki, tez bir dənə axşam olsaydı, məsələn, iftarımı açardım, ləzzətli yeməklərdən yeyərdim. Hətta bunun fikrində olmasa belə, Allahın rəhmətini dadmağı hiss eləyə bilər. Deməli, Allahın du'itum fihi ila ziyafətillah, Allahın ziyafətinə dəvət olunmusunuz. Mümkün deyil ki, bir nəfər səni qonaq çağırsın, amma süfrə olmasın orada. Allah da qonaq çağırırsa, süfrəsi var. Süfrəsi də nədir? Mənəvi süfrədir. Rəhmət süfrəsidir. Həmin rəhmət süfrəsini biz istəyirik ki, oradan dadaq. Allahın rəhmətindən dadaq. İnsan əgər Allahın rəhmətini dadsa, onda başqa qidalar, hər bir şey insan üçün belə deyək də dəyərsiz bir şey olar. Ən dəyərli bir şey ki, Allahın rəhmətidir. Təbii ki, Quran da ona buyurur ki, deməli, dadmalıdır bu. Allahın rəhməti dadmalı bir şeydir. Allah da bizi mübarək Ramazan ayında buna dəvət edir. Mən istəyərdim bunu anlayaq ki, Allahın rəhməti yəni nə? Bu barədə istəyərdim danışaq ki, biz necə eləyək ki, Allahın rəhmətini mübarək Ramazan ayında dadaq. Hətta bir hədisdə yadıma düşdü, söhbəti çox uzatmayayım. Həzrət buyurur ki, əgər bilsəydiniz mübarək Ramazan ayının nə fəzilətləri var, nə üstünlükləri var, istəyərdiniz Allahdan ki, 12 ayın 12-si də elə Ramazan ayı olsun. Elə bir mənada bəlkə elə budur ki, biz o rəhməti dadsaq, ondan sonra elə həmişə arzu edirək ki, Allah, nə olardı ki, elə həmişə Ramazan ayı olardı. Bismillahirrahmanirrahim. Çox gözəl məsələləri qeyd elədiniz. Lazımi, mühüm nöqtələrə işarə elədiniz. Və o məşhur kəlam ki, əziz Peyğəmbərimiz buyurur, Ramazan ayında Allahın qonağısınız. Təbiidir, bu qonaqlığın xüsusiyyəti digər bizim bildiyimiz, eşitdiyimiz qonaqlıqlardan fərq eləyir. Amma məlum olur ki, qonaqlıqdayıqsa bir ev sahibi var. Və bu ev sahibi biz üçün bir süfrə açıb. Dünya qonaqlıqlarında ev sahibi əlindən gələni edir ki, qonaq o məclisdən razı getsin. Və süfrədə qonağın lazım olduğu, ehtiyac duyduğu hər şeyi nəzərə alır. Təbii ki, ev sahibi mərifət sahibi olsa və əlindən gəldiyi qədər xidmətdə qüsur etməməyə çalışır. Ramazan ayında əgər Allahın qonağıyıqsa, məsələ burada artıq dəyişir. Bu baxımdan ki, biz bəşər olaraq bu incəliklərə önəm veririksə, diqqət yetiririksə, gör bizi yaradan bizim rahatçılığımızsın, bizim o süfrədən lazıma qədər qidalanmağımız üçün nələrə diqqət yetirir. Və mümkün də hətta bizim qonaqlığımızda biz süfrədə elə bir şey qoyaq ki, o süfrədə əyləşənlərdən kimisə o yemək narahat eləsin, onu heç yeməsin. Amma Ramazan ayında sənin var eləyən, səni yaradan, sənin bütün maddi, mənəvi ehtiyacları, tələbləri bilən bir Allahın qonağısan və bu süfrənin ədəbi budur ki, nə qədər bacarırsan tərk edəsən. Yəni, adi qonaqlıqda, dünya qonaqlığında daha çox süfrədən yeyən ev sahibinə xoş gəlirsə, yəni utancaq insandan məsələn ev sahibi görürsən, narahat olur ki, niyə yemədi? Amma bu süfrənin ədəbi budur ki, tərki bacarasan. Bu ayda tərk etməyi bacaran daha müqərrəbdir süfrə sahibinə. Allahın xüsusi rəhmətidir, rəhmət süfrəsinin arxasındayıq. Rəhmət də hiss olunacaq qədər bu ayda çox geniş miqyaslıdır. Hər an insan o rəhməti həyatında hiss eləyə bilir Ramazan ayında. Və bu rəhmətdən qidalanmağın əsas şərti budur ki, biz bu maddi dünyanın bərbəzəyindən, bu maddi qidalardan müəyyən saat uzaq qalmaqla öz mənəvi ehtiyacımızın qidası barəsində düşünə bilirik.
Allahın rəhməti, yəni Allahın lütfi. Allahın rəhməti, Allahın insana bəxşişi, insanı bağışlaması, insana mərhəmət göstərməsi, insanın paşlanması üçün, insanın mənəvi saflığa çatmağı üçün yaratdığı fürsət. Yəni bu rəhmətin içində zaman var, məkan var, hər hansı bir vasitə, bunlar hamısı rəhmətin daxilindədir. Burada bir istək var Allah tərəfindən bəndənin halı üçün, bəndənin ucalması, bəndənin təkamülə doğru, yəni onun yaradılışdan olan onun üçün məqsəd ki var, o məqsədə doğru getməsi üçün ən gözəl fürsətdir ki, insan bu Ramazan ayında o rəhmətdən gərək istifadə eləsin. Rəhmət sonsuzdur. Bu ayda qeyd elədik ki, səhv etməmsə keçən dəfə ki, bu ayın bir əməli oruç tutmaqdır. Yəni Ramazan təkcə oruç tutmaqdan ibarət deyil və Allah Quran-ı Kərimdə Ramazanı orucluq ay kimi də təqdim etməyib. Ramazanı təqdimatı bu cür olur Quran-ı Kərimdə. Buyurur ki, Bismillahirrahmanirrahim. Şəhru Ramazan əlləzi unzilə fihil Quran. Ramazan o aydır ki, o ayda Quran nazil olub. Quran da Rəbiul Qurandır. Quranın baharıdır Ramazan. Quran da şifaun limā fis-sudurdur. Rəhmətundur. Möminlər üçün rəhmətdir, şifadır. Və Allahın rəhməti, Allahın sonsuz rəhməti iki cür nəzərə çarpır. Yəni ayə və hədislərə nisbətən Allahın bir ümumi rəhməti var. Varlıq aləminə olan sonsuz rəhməti, var etdiyi, yaratdığı hər bir şey olan mərhəməti və bu rəhmanlığının hakimiyyəti altındadır. Allah rəhmandır. Rəhmandır, yəni hər şeydə, dünya və axirətdə hər kəsə mehribandır, hər kəsə öz rəhmətini əta eləyəndir. Və eyni zamanda rəhmandır və rəhimdir də. Sadəcə rəhmanlığından istifadə eləyən üçün rəhimdir. Rəhmandır, rəhmanlığındandır ki, bizə ağıl verib, fitrət verib, vicdan verib, bizi haqqı batildən ayırd eləməyə, təşxis eləməyə bəsirət verib və bu nemətləri ixtiyarımızda qoyub bizi, məsələn, bir Ramazana çatdırır, bizi bir hikmətli kəlamı eşitməkdə müvəffəq eləyir. Bu, rəhmanlığınındır. Görsən, o haqq sözü Allah hamının qulağına çatdırır. Rəhimliyi onda hasıl olur ki, insan rəhimliyindən onda istifadə edir ki, bu rəhmanlığını dəyərləndirsin Allahın. Yəni, ağlından düzgün istifadə eləsə, yəqin əldə eləsin, iman əldə eləsin, salih əməllərə tərəf cəhd eləsin, artıq bu xüsusi rəhmətində insanın halına şamil olur. Və belə bütünlükdə götürsək, o xütbə ki, Ramazan ayının təqdimatında Həzrət buyurur və o xütbənin bir neçə nümunəsi də mənim rastıma çıxıb, var. Yəni, o məşhur formasıdır, duayetun fihi la ziyafətillah və onun başqa bir formaları da məsumlardan nəql olunur. Və bütünlükdə Ramazan ayında insanlarda bir rəğbət yaradıb. Ramazan ayına diqqətli olsunlar. Ramazan ayı az öncə qeyd elədiyimiz hədis kimi, əgər bəndə bilsə ki, Ramazanda nə var, arzu eləyər ki, ilin bütün günləri Ramazan olsun. Təbii ki, biz əgər bunun tək oruç tərəfinə baxsaq, bəzən arzu olunmazdır kimlər üçünsə, məsələn. Yəni, bir adam ac qalmağa necə razı olar ki, bir il mən ac qalım. Yəni, burada başqa bir məsələlər. Başqa məsələlər ki, yəni mütləqdir ki, bu Ramazan orucluqla yekunlaşmır. Yəni, müxtəsərləşmir ki, yalnız oruç tutmur. Sadəcə oruç tutmaq, ola bilər ki, keçən dəfə qeyd eləmişik, oruç tutmaq bu mənəvi qidalardan bəhrələnmək üçün bir dənə açardır əlimizdə. Yəni, biz o süfrədə, məsələn, rəhmət süfrəsində, bərəkət və məğfirət süfrəsində biz səbr qidasını yeyə bilmək üçün, biz orada səxavətlilik qidasını yeyə bilmək üçün, biz orada helm qidasını yeyə bilmək üçün və bir çox o mənəvi qidaları yeyə bilmək üçün sadəcə biz oruç tutmalıyıq. Və oruç tutmaqla öz mənəvi zərfiyyətimizi, tutumumuzu böyüdmüş oluruq və elə Qədr gecəsinin də söz gəlib buracı, qeyd edeyim ki, Qədr gecəsində elə bu mahiyyətcə bu ayın rəhməti daha çox gözə çarpır. Yəni, Qədr gecəsi insanların müqəddəratı həll olursa,
İnsanların müqəddəratı həll olur və bu gecədə insan oyaq qalır. Əgər rəhmət ayıdırsa, Allah bizi bağışlayırsa, biz niyə narahatıq? Məsələn, o gecə oyaq qalmağın ehtiyac. Və belə bir hədisdə var, Allah Ramazanın ilk gecəsini bütün qiblə əhlin bağışlayır. Peyğəmbərimizin belə bir kəlamı var. Səmanın qapılarını. Bəli, səmanın qapıları açılması, cəhənnəmə qapılarının bağlanılması, iblisin zəncirlənməsi və mənəvi dəstəklər, mələklərin insanlar üçün, oruç tutanlar üçün dua eləməsi. Və Ramazan ayında da, Qədr gecəsində də bu rəhmətin təcəllisini biz görə bilirik ki, yəni insan ciddi qərar qəbul eləmək üçün, bir xəlvətə ehtiyac duyur. Yəni, görərsən bir şey təklif olub insana, deyir, qoy düşünüm. Və düşünmək üçün də sakit bir ortam istəyir. Sanki o gecəni salamun hiyyə hətta mətlə'il fəcr. O gecəni səhərə qədər, dan yeli sökülənə qədər əmin-amanlıq. Yəni, düşünmək üçün sakit bir dənə ortam yaradır. İndi düşünür və mövzu ciddi olanda, dərin bir mövzu olanda insan bir məsləhətçiyə də ehtiyac duyur. İstəyir ki, bir məsləhət verəni də olsun. İnna ənzəlnahu fi leylətil qədr. Bir dənə bələdçi göndərib sənə bu gecə Quran. Yəni, əgər istəyirsən məsləhətçisi olsun yanında, Qurandır. Və bu Quran sən məsləhətləşəcəksən, məsləhət verəcək və bu gecə aramlıq tapacaqsan, bütün bunları sən bu mənəvi belə deyək də çəkini, ağırlığı necə qaldıra biləcəksən? Deyəcək, çünki sən artıq Ramazanda oruç tutmaqla hazırlanmısan. Yəni, bu oruç tutmaq sənin ruhu böyüdüb, sənin zərfiyyəti böyüdüb və sən rahat, müstəqil qərar verməyə və o mənəviyyat süfrəsində olan qidaları görməyə və ondan qidalanmağa bir növ potensial olaraq ruhən ona sahibsən. Bu da Allahın rəhmətinin deyərdik ki, kulminasiya nöqtəsidir ki, yəni bir insan bir illik müqəddəratını dəyişə bilir müəyyən zaman saatların içərisində. Bu rəhmətin elə ən böyük təcəllasıdır insan həyatında. Hacı, çox gözəl nöqtələrə toxundunuz. Deməli, əslində elə oruc sözündəndir də. Oruc, Həzrət Peyğəmbər sallallahu aleyhi meracı, ucalması, oruc da uruc sözündən, yəni insanın ucalması, yüksəlməsi, bəli. Oruc tutmaqla insan yüksəlir. Bir şey istəyərdim, deyəm ki, mübarək Ramazan ayında biz, mən 2 yerdə görmüşəm, əlavəsi varsa onu da deyərsiniz, Allahın rəhmətinin şamil olduğu xüsusi məsələlər ki var. Biri səcdə barəsində eşitmişəm ki, əgər insan bilsə ki, səcdədə olanda Allahın rəhməti onu necə əhatə eləyir, başını səcdədən heç zaman qaldırmaz. Bir də mübarək Ramazan ayı barəsindədir ki, mübarək ayda insan Allahın ki qonağıdır. Bir növ burada, belə deyək, başqa aylara baxanda bəzi şeyləri qoyur Allah kənara. Əslində Allahın rəhməti hər zamana aiddir. Amma xüsusi olaraq bu mübarək Ramazan ayında gəldiyinə görə burada elə bir ki, bir növ Allah Teala başqa zamanda, məsələn, Allah xaliqdir, bəndə məxluqdur. Allah yaradandır, bəndə yaranmışdır. Razıqdir, mərzuqdur, malikdir, məmlukdur, sahibimdir, mən də onun quluyam, ruzi verəndir və s. Burada elə bir ki, Allah Teala bir növ istəyir ki, o pərdələri də qoysun kənara, bəndə ilə öz arasında. Yəni, demək istəyir ki, mən ev sahibiyəm, Ramazan da elə bir ki, mənim evimdir, bugün sən də mənim dəvətimi qəbul edib gələn qonağımsan. Xaliq məxluq söhbətinə qoyaq bir kənara. Bir pərdəni elə bir ki, Allah Teala götürür aradan. Səmimiyyət yaradır. Tam səmimi, bəli, tam səmimi və o istək ki var. Mübarək Ramazan ayında bir növ insan üçün bir məşqdir də ki, Allahın o mənəvi süfrəsindən insan anlayaraq, belə deyək, yaşasın, görsün, datsın, ləzzət alsın. Bir zövqü var da, liyuziqəkum min rəhməti. Quran orada zövq sözü işlədir də, ləzzət almaq söhbəti, zövq almaq məsələsi sözü. Və insan ki, bu ayda
mübarək Ramazan ayında oruç tutan bu zövqü ki alır, Allahın rəhmətini dərk eləyir, hiss eləyir, yaşayır və həmişə ki arzu eləyərdi ki, həmişə 12 ayın 12-si də Ramazan ayı olsun. Bir də belə bir ki, özün üçün nə götürürsən, məşq eləyərək o biri aylarda da Allahın rəhməti ilə, o rəhmət sürəsini özündən, bəli, yaşadırsan, özündə saxlayır. Çünki bir var, qonaq gəlib özü pay gətirir, bir də var qonaq gedən, gəlir qonaq olur, gedəndə onun üçün pay da qoyurlar, aparır. Allah elə bir ki, bu ayda yenə də pay qoyub sənin üçün hazır ki, gəl, nə qədər istəyirsən bu süfrədən istifadə elə və gedəndə bu paydan da apar. Əslində elə məqsəd yenə də budur ki, insan bu ayda yetişsin, yoğrulsun, Allahın o mənəvi süfrəsini yaşasın, hiss eləsin. Bir dənə də məsələ var, o hədis yadıma düşdü ki, oruç tutan iki halda sevinər. Biri qiyamət günündədir ki, oruç tutduğuna, Allahın əmrini yerinə yetirdiğine görə, digəri də iftar vaxtında, iftar zamanındadır ki, oruç tutan sevinər. Niyə görə sevinir? Hamının sözü budur. Və hətta oruç tutanlardan da soruşsaq ki, niyə görə sevinirsən? O, ola bilər bəlkə cavab verməsin hissləri ilə anladıqlarını. Amma əslində desən ki, ana buna görə sevinirsən, desə ki, bəli, elə doğrudan da odur. Niyə görə sevinir? Ləzzətli yeməklər qoyulub qabağına, indi bütün günü az qalıb bunları yeyəcək, ona görə sevinir. Yox, Allahın əmrini ki, yerinə yetirib, itaət eləyib, bir neçə saat ki, Allahın əmrində olub, itaətində olub, o itaəti, belə deyək, axıra qədər canla, başla yetirdiyinə görə sevinir ki, elə bir öz-özünə bir növ fərəhlənir. Vəzifəmi mən bugün yerinə yetirdiyimə görə sevinirəm. Bu da bir hədis. Çox qəribədir ki, insan yəni ac qalması ilə, yəni bu məşəqqəti yaşamasına baxmayaraq, adi bir halda dostlar olur, qardaşlar olur, məsələn, danışırıq. Yəni günü müəyyən sadə, məsələn, 1 saat, 2 saat yeməyimiz gecikən kimi, məsələn, bizdə müəyyən narahatçılıqlar olur, biraz əsəblərimiz gərginləşə bilir, hətta onu biz ətrafa da, necə deyim, hiss elətdirə bilirik. Amma Ramazan ayında bu işi biz sevə-sevə yerinə yetiririk və çox diqqətli oluruq ki, yəni mən yeməməliyəm, mən içməməliyəm. Yəni onu özümüzü qoruyuruq ki, mən bir işi mənə tapşırıblar sanki, çox dəyərli bir işdir və bu işi sona çatdırmalıyam. Və bu işdə də insanların həvəsli olması, istəkli olması və yenə də qayıdarıq rəhmətə. Yəni bu insan sevmədən, bu rəhməti hiss eləmədən ola bilər kimsə onun fərqinə varmasın, yəni onu ad qoya bilməsin ona. Yəni onu bir ad qoya bilməsin. Amma içəridəki o sevgi, o istək, o ibadətə qarşı elə o rəhmətin insan həyatında təcəllisidir və rəhməti də Allahın tək Ramazanda deyil, elə həyatımızın hər sahəsində. O alimlərdən biri deyir ki, qədimdə deyir, padşahlar bir-birinə məktub yazanda məktubun elə birinci sətrindən bilərmişlər ki, bu müharibə məktubudur ya sülh məktubudur. Arif adamlar bilərmiş. Allahın da Quran-ı Kərim bizə məktubudur bəşərə. Birinci sözündən bəlli olur ki, nə etmək istəyir bizlə? Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adı. Allah rəhməti ilə başlayır. Bəli, yəni Allah istəyir ki, yəni cənnətdən, cəhənnəmdən də danışacağam sizə əgər. Məqsədim budur ki, səni bağışlayayım. Yəni səni çəkindirmək üçün qorxudacağamsa da əgər, rəhməti vəsiyyət kullə şeydə, hər şeyə əhatə eləyib. Yəni səni tənbih etsəm belə, yəni istədiyimdən edirəm. Əgər Allahın, çünki rəhmətin əksi qəzəbdir də, Allahın qəzəbidir. Allah əgər bir adam istəməsə, elə nəzərin üstündən çəksə bəsidir. Yəni bir adamın Allahın diqqətində olmasa, Allahın istəyində olmasa o insan, baxmaması bəs eləyir, insan həlak olar. Hətta bəzi hədislərdə var ki, baxmaram, harada, hansı vadidə həlak olur. Yəni, nəzərimi çəkərəm, rəhmət nəzərimi onun üstündən. Və elə bu diqqətin üstümüzdə olmalı hər vaxt bizə lazımdır, üstümüzdədir də. Sadəcə onu dəyərləndirmək lazımdır. Ramazan ayı bunun məşqidir. Biz məşqlər keçirik bu ayda, ruhumuzun inkişafı üçün və gələcək aylarda o rəhmətin tam şəkildə, ciddi şəkildə hissi olaraq yaşamaq üçün. Rəhməti ilə dərk edərək yaşamaq, yaşam tərzinə çevirmək. Bəli, hətta bir ayə yadıma düşdü ki,
deməli Qurani-Kərimdə böyük günahlar var. O günahlardan elə demək olar ki, birincisi, birincilərindən biri budur ki, Allahın rəhmətindən naümid olmaq. La təqnətu min rəhmətillah. Allahın rəhmətindən. Baxın, elə bir bu sözün, ayənin mənası budur ki, Allah demək istəyir ki, mən özümü mərhəmət sahibi kimi tanıtdırmışam. Sənə kim ixtiyar verib ki, məni bağışlamayan kimi tanıyasan, zalim kimi tanıyasan. Belə ən böyük günahlardan. Ən böyük günahlardan biri də budur. Hətta mən böyüklərdən eşitmişdim. Bu qədimdə çox danışardılar bu hədisi, bir rivayət şəklindədir. Bir kişi nəvəsi ilə, daha doğrusu bir peyğəmbər dua eləyir, qədim peyğəmbərlərdən biri. Deyir ki, ilahi, sübh vaxtında olur duası. Deyir, ilahi, mən istəyərdim ki, mənim ümmətimin içərisində biləm ki, sənin xoşun gəlmədiyin, acığın gələn, nəzərindən kənar saxladığın bəndə kimdir? Onu mənə göstərəsən, mən də sadəcə tanıyım onu, biləm kimdir mənim ümmətimin arasında. Allahdan vəhiy gəlir bu kişiyə ki, peyğəmbərə ki, get şəhərin darvazasında dayan, səhər birinci kim çıxacaq oradan, bil ki, odur, həmin şəxsdir. Gəlir peyğəmbər dayan şəhərin darvazasında, görür səhər bir nəfər, bir yaşlı kişidir, əlində də balıq ovlamaq üçün əşyalardır və bir nəfər də uşaqdır. Yəqin ki, nəvəsidir, bir yaşlı kişidir. Çıxdılar şəhərdən və birinci bu kişi çıxdı. Üzünü yadımda saxlayın, bilim ki, hə, bu kişidir. Və gəlir evə. Günorta vaxtında, ibadət vaxtında yenə dua elə ki, ilahi, tanıtdırdın, mənə tanıdın. İndi bilmək istəyirəm ki, sənin ən çox sevdiyin bəndə kimdir mənim ümmətimin arasında və onu da mən tanıyım. Allah yenə vəhiy edir bu peyğəmbərə ki, get şəhərin indi axşam darvazasında deyən, axşam sonuncu şəhərə qayıdan kimdirsə, həmin adamdır. O sevdiyim bəndə odur. Gəlir deyən şəhərin darvazasında, gedənlər hamısı qayıdır gəlir və sonuncu şəhərin darvazaları bağlanmamış bir həmin kişi görür ki, yenə girdi içəri, belə deyək, şəhərə daxil oldu. Çox təəccüb edir ki, səhər gedən də bu, axşam da gedən bu. Gəlir kişidən soruşur. Deyir ki, sən nə işlə məşğulsan? Bu da soruşur ki, sən kimsən, nə istəyirsən? Açır danışır. Deyir ki, mən peyğəmbərəm, Allahın rəsulu və Allahdan belə bir şey istədim, səhər səni göstərdi. Kişi çox məyus olur, başlayır ağlamağa. Və axşam da deyir, soruşdum ki, kimdir sevdiyim bəndə, səni göstərdi. Kişi yenə də biraz şiddətlə ağlayır, özünə gələndən sonra danışır. Deyir ki, mən balıqçıyam, bu da nəvəmdir. Və bunu saxlayıram, ikimiz yaşayırıq. Və gedirəm, balıq tuturam, satıram. Bununla öz ailəmizin, məişətimiz bu ilə, dolanışığımız bu ilə deyir. Bugün deyir, balıq tutanda, hər gün bu işi görürüm. Bir dənə balaca deyir, balıq tutdum, verdim nəvəmə ki, at bunu qaba. O da qaba atandan sonra dedi ki, baba, Allahın bu balıqdan da böyük balıq var dəryada. Dedim ki, bəli var. Dedi, hansı balıq? Dedi, məsələn, falan balıq. Dedi, ondan da böyüyü var. Dedim, bəli var. Deyir, gəldim, o qədər saydım balıqlara, gəldim, çıxdım balinaya. Dedi, ata, baba, balinadan da böyük bir şey var. Dedim, bəli, dəniz. Dedi, dənizdən də böyük bir şey var. Bəli, okean. Okeandan da böyük bir şey var. Dedim, dünya. Dedi, baba, bəs dünyadan da böyük bir şey var. Dedim ki, bəli, kainat. Dedim, baba, bəs kainatdan da böyük bir şey var. Nəvəm soruşdu məndən. Dedim ki, bəli var. Dedi, nədir? Dedim, o sənin babamın günahları. Deyir, birdən soruşdu ki, baba, bəs ondan da böyük bir şey var. Dedim, bəli var. Dedi, nədir? Dedim, o da Allahın rəhmətidir. Vəsiat rəhməti, kulli şey. Allahın rəhməti hər bir şeyə əhatə edib. Bir biraz fikirləşdim, düşündüm o sözü dedim. Elə ona görədir ki, Allahın sevimli bəndəsinə çevrildim. Amma bu günə qədər o günahlarıma görə Allahın rəhmətindən, məni bağışlamasından naümid olmuşdum. Ki, Allah məni bağışlamaz. Amma mən bildim ki, Allahın rəhməti, günahım nə qədər böyük olsa da belə Allahın rəhmətindən böyük ola bilməz. Hacı deməli, bu baxışla da yanaşsaq, mübarək Ramazan ayı bir növ Allahın rəhmətini anlamaq üçün, dərk eləmək üçün bir təlim ayıdır. Bir təlimdir ki, insan təlim keçir bir ay ki, və ondan sonraki saatlarda, günlərdə, aylarda da Allahın rəhmətini anlamış olur. Əslində çox gözəl qeyd elədiniz ki, Allah rəhməti ilə başlayıb aləmi elə öz mərhəməti ilə başlayıb və bütün insanlarla da Allah mərhəməti ilə rəftar eləyir. Amma bəzi insanlar var ki, insanlar özlərini, belə deyək də, o rəhmət dairəsindən çıxardırlar, Allahın qəzəbinə düçar olurlar. Mən bir dənə şeyə, sözün yoxsa bu bir məsələyə də istəyərdim. Ümumiyyətlə, rəhmət məsələsində belə bir deyim var.
cəhənnəmə gedib düşə bilmək üçün insan çox əziyyət çəkməlidir. Yəni cəhənnəm çox əl çatmazdır. Bu rəhməti nəzərə aldıqda, Bəli. cəhənnəm çox əl çatmaz. Yəni insan cəhənnəmə düşə bilməsi üçün çoxlu çətinliklərdən keçməlidir. Amma cənnət çox rahatdır, çox yaxındır insana. Əgər həddi aşmasa, o rəhmətdən kənara düşməsə. Ona görə qərib baxıblar, yəni təəssüf eləyiblər, necə ifadə eləyim onu. Yəni təəccüb doğurub da bir şəxsin cəhənnəmə gedib düşməsi, yəni insanın günaha tərəf ümumiyyətlə getməsi təəccüb doğurub. Yəni bu qədər rəhmətin içində, bu qədər elə bir insan bir yola çıxır və səhvən məsələn dönməli olduğu yerdən düz istiqamətdə davam edir. Amma elə hər məsələn addımdan dönüşü üçün bir şərait yaradılır və yenə dönmür. Və yenə dönmür, gedir. Yəni bu insan nə qədər qərib səslənir, bu insan üçün necə arzu olunmaz bir haldır ki, yəni bu qədər fürsəti, bu qədər şansı ola. Təbii ki, qiyamət günü o rəhməti təcəlli edəndə Allahın hamı peşman olacaq. Elə qiyamətə deməyək, elə son nəfəsdə insan o rəhmətin gördükdə Allahın ona etdiyi lütfləri gördükdə hər kəs peşman olacaq və o peşmançılıq da sondakı peşmançılıq da fayda verməyəcək. Çalışsın insan bu rəhmətdən düzgün istifadə eləsin. Yəni belə də deyil ki, biz Allahın rəhmətindən sui-istifadə eləyək. Çünki rəhmətdən sui-istifadə eləməyin özü böyük günahlardan hesab olunur. Yəni bir insan günah eləsin və ümidi bu olsun ki, Allah bağışlayacaq, günahın ən böyüyünü etmiş olur. Çünki Allahın rəhməti bunun üçün deyir, bizə cəsarət versin günah eləməyə. Bəli. Allahın rəhməti onun üçündür ki, bizim səhvlərimizi dərhal Rabbənə zələmnə ənfusana və in ləm təğfir lənə və tərhəmnə. Hətta bağışlanmaq istədikdə belə yenə də rəhmətinə ehtiyacımız var. Yəni rəhməti ilə bağışlasın bizi. Amin, amin inşallah. Allah bizləri Allahın rəhmətinə, mərhəmətinə, məğfirətinə şamil olanlardan eləsin. Amin. Mən bir dənə şeyə istəyirdim. Özüm üçün təbii ki, anlamaq istəyirəm bunu və bu cürdə də anlayıram. Yəqin ki, bu məsələdə də səhvim olmaz inşallah. Əgər səhv düşünürəmsə bu barədə inşallah düzəliş eləməyimizə ümidim var. Mübarək ayda, Ramazan ayında bir nəfər üzürlü səbəbə görə təbii ki, oruç tutmayanda fəiddətun min əyyamun uxər. Məsələn, səfərdədirsə, Quran buyurur ki, başqa bir zamanda tutsun. Hətta oruc barəsindədir ki, Ramazan ayında tutmayıbsa qəzasını tutsun. Yəni, başqa günlərdə yerinə yetirsin. Deməli, mühüm bir vacib əməllərdən biridir həmçinin Ramazan ayının orucu. Amma digər tərəfdən, əgər qəsdən orucunu pozarsa bir adam, burada iki şey baş verir. Biri budur ki, insan Allahın bu mübarək, əzəmətli ayına, kəramətli ayına, şərəfli ayına hörmətsizlik eləyir. Çünki Quran bir neçə yerdə tapşırır möminlərin xüsusiyyətlərindən biri budur ki, vəl-hafizuna lihududillah. Onlar Allahın hökmlərini, həddlərini qoruyarlar. Deməli, əgər hökmü sındırıbsa, hörmətsizlik eləyibsə, bu bir cəhətdən həm günahdır. Və günah eləməyin müqabilində də Allah Taala onun üçün bir kəfarə təyin edib. Yəni bizim şəriətimizdə kəfarə var. Bəli. Kəfarəsi də budur ki, bir nəfər əgər qəsdən orucunu sındırarsa, batil eləyərsə, kəfarəsi budur şəriətimizdə ki, bir gün qəza tutacaq və bir günə görə də 60 gün oruç tutacaq. Bu birdir. İkincisi budur ki, ya bunun müqabilində 60 fəqiri doyduracaq və üçüncüsü də budur ki, ya da bir qul azad eləyəcək. İndiki zamanımızda ki, qul azad eləmə məsələsi ki, yoxdur. Mən baxıb görürəm ki, hətta bu orucu sındırmağın, belə deyək, əslində hörmətsizlik eləmirsən Allahın ayına, belə deyək, Allahın hüduduna, hökmlərini sındırmırsan, hörmətsizlik eləmirsən. Bunun müqabilində Allah kəfarə təyin edib, amma kəfaranın özünün içində də bir dənə rəhmət var. Necədir rəhmət? O biz ki, Allahdan istəyir ki, kaş 12 ayın 12-si də Ramazan ayı olaydı. Deməli, nəsə var da bu ayda ki,
bir günə görə Allah bir gün qəzadan əlavə hətta 60 gündə kəffarə oruç tutmaq təyin eləyib ki, düzdür, o onu əvəz eləyə bilməz. Çünki sən bir gündə elə bir şey əldən verdin ki, mübarək Ramazan ayında, onun yerini doldurmaq bir növ mümkündür. Kəffarə olaraq 61 gündə qəzanla bir yerdə. 61 gün tutasan ki, bəlkə müəyyən qədər onun yerini doldurasan. Yəni Allah Taala bunu kəffarəsinə oruç tutmaq təyin eləməklə yenə də bir növ rəhmətidir Allahın ki, mərhəmətidir ki, yəni sən o bir gün ki, əldən vermişdin mübarək Ramazan ayında, onu nə edəsən? Onu da əldən verməyəsən də getməsin əlindən. Düzdür, onu əvəz eləmir. Və yaxud ikincisi 60 fəqiri doydurmaqla. Çünki bu fəqiri doydurmağın özündə insan bir var özü yemək yeyə, bir də var yedizdirə. Hamı deyir bu sözü ki, yedizdirməyin ləzzəti yeməkdən daha çoxdur. Mənəvi bir ləzzəti var. Bunun içərisində bir dənə şey var ki, insan yedizdirəndə 60 fəqirə yemək verirsə, malından xərcləyir. Üçüncüsü budur ki, məşəqqətdir. Ondan da əlavə üçüncüsü budur ki, insan öz malından xərcləməklə qarşı tərəfi sevindirir. Qarşı tərəfin sevinməyi də bir növ insanın özünün sevinməsinə, belə deyək, daxilən sevinməsinə səbəb olur. Bir neçə dənə yaxşı xüsusiyyətləri var ki, bu insanın içərisini təmizləyir. O Ramazanda itirdiyini hardasa bərpa eləməyə. Hardasa bu özü mən deyərdim ki, bəlkə kəffarəni ödəməklə insan özü hardasa mübarək Ramazan ayında o bir günün hətta nə ki var idi Ramazan ayında onu bəlkə anlamaq istəyir. Allah Taala daha doğrusu anlattırmaq istəyir bəndəsinə. Ki nəyə görə? Məsələn, biz bu gün danışırıq ki, bir gün Ramazan, mübarək Ramazan ayında oruç tutmaq Allahın mərhəmətini anlamaqdır. Liyuziqakum min rəhməti, dadmaqdır. Allah istəyir ki, bəndəsi rəhmətindən dadsın. Sən qarşı tərəfi sevindirməklə insanın qəlbi nə qədər yumşalır. Mərhəmət hissi, mərhəmət xüsusiyyəti, duyğusu insanda başlayır çiçəklənməyə, genişlənməyə. Malından xərcləməklə insan fədakarlıq edir də, yəni öz malından keçirsən. O da xəsisliyindən biraz, belə deyək, insan xəsisliyinin qarşısına, bir növ belə deyək də, rəzil sifətləri, xəstəlikləri təmizləyir və yaxşı sifətlərini də üstünə açır, mərhəmət sifətinin məsələn. Bunu da sən yenə də nəyə anlayırsan? Mübarək Ramazan ayında Allahın rəhmətini dadmaq ki, istəyəcəydin, lazım idi ki, onu dadasan, bu Ramazan ayından sonra da kəffarəni yerinə yetirməklə də neynisən? Bunu bir növ özündə yaşadırsan. Düzdür, o gedən günü qaytarmaq olmaz. Amma hər halda müəyyən qədər anlamağa çalışırsan. Allah bunu istəyir. Bu da bir növ Allahın nə idi? Mərhəmətidir. Mən deməzdim ki, bu Allahın cəzasıdır. Allah bəlkə intiqam alır bununla, qisas alır ki, bir günü sındırdın, bir günü batıl elədin, əvəzində sənə cəza verir. Bu da elə Allahın mərhəmətidir. Yəqin ki, düz yanaşmalıdır bu da. Ümumiyyətlə, kəffarədir, diyədir, o müəyyən həddlər ki var şəriətdə, cəza qanunları, onların da barəsində nəzər budur ki, yəni əgər hər hansı bir günaha görə bir kəsə hədd cəzası təyin olunsa, onun bağışlanmağına, əfvinə səbəbdir və o hədd cəzasından sonra həmən günahdan o şəxsdə qiyamət günündə sorğu-sual olunmaz. Yəni bağışlanmağın, rəhmətin bir növüdür, həddir də, cəzalarda. Eyni ilə də kəffarə və həm də ciddiliyi tələb eləyir insandan. Yəni Ramazan ayına önəm verməyi, əhəmiyyət verməyi başa salır. Yəni düşünsə bir insan ki, yəni mən bir günə qədər, mən bir günə yeməyimə görə 60 gün oruç tutmalıyam və 61 gün hətta qəzanla bircə oruç tutmalıyam. Nə qədər mühümdür, nə qədər vacibdir bu Ramazanın orucu ki, mən bir günə qədər üzürsüz səbəbdən orucumu asıram. Həm Ramazan ayının əzəmətinin qorunmasıdır bu kəffarədə. Yəni, insanlar bunu elə hər istədiyi vaxt orucunu sındırmasınlar və eyni zamanda da çünki Allah yetərli insanlara, yəni lazımlı insanlara, üzürlü insanlara səbəb, fürsət yaradıb ki, oruç tutmasın. Xəstədir, yaşlı insandır, səfərdədir, bunlara üzürlüdür və o Ramazan orucunda mühümlüyün göstəricisi də bir də budur ki, hətta müəyyən günlər ki, məsələn, xanımlar
namaz qılmırlar. O namazın qəzası yoxdur, amma Ramazan orucunun qəzasını istəyir onlardan. Və elə Ramazanın qəzasını xüsusi olaraq da ayədə qeyd olunması ki, qalan günləri tamamlasınlar və bir çox hallarda bu onu göstərir ki, Ramazan ayının orucu çox önəmlidir və mərkəzləşdiyi yerdə Allahın rəhmətidir ki, insanlar, yəni bir növ heyifdir də, indi sən başa düşmürsən, Allah bilir də bunun dəyəri nədir, istəyir ki, sən onun sahib olasın. Bəhrələnəsən bundan. Yeri gəlmişkən, Hacı, elə o kəffarənin də özünün Allahın bir mərhəməti olması barəsində danışdıq. Bu yaxınlarda bəlkə sizin də rastınıza çıxdı, elə təzəlicən bir ilahiyyatçı adlandırılan bir nəfərdən soruşurlar ki, bir nəfər orucunu tutub iftarını açır, biraz keçəndən sonra şərab içir. Bunun hökmü necədir? O da belə cavab verir ki, həmin gün tutduğu oruc qəbul yerində düzgündür. Amma sabahki gün üçün əgər məstlikdən ayılsa, onda elə həminki gündə orucunu tutacaq. Belə davam edəcək. Amma bu cür cavab vermək əslində elə bu bir növ özü dinə bir, necə deyim, təhqirdir, düzgün deyil. Yəni dinin adından belə bir şey danışılır. Əslində bu cür danışıqlar ki, bəzi bilməyən insanlar dini bu cür nə qəbul etsələr, onda dinin həqiqətini görəndə, həqiqi hökmünü görəndə ona vəhşilik deyilir. Məsələn, Əleyhisselam bir nəfər Ramazan ayının orucunu sındırdığına görə, o haramla sındırdığına görə ona şallah vurmuşdu. Onda onun adını onlar onun adını vəhşilik qoyacaqlar. Niyə görə vurmuşdu? O da özü də günün günorta vaxtında, bilirsiniz də məşhur bir əhvalatdır, hadisədir, hədisdir ki, Nəcaşi adında Həzrəti Əleyhisselamın həm mədh deyən idi, həm şeir yazan idi. Hər gün gəlirdi məsciddə namazlanırdı. Mübarək Ramazan ayının ortalarında idi. Bir gün məscidə gedəndə namaza elə nə qədər vardı, dostunu görür. Dostu deyir ki, gəl gedək biz elə namaza nə qədər var. Gətirir evinə, süfrəni salır qabağında, yeməklər, taamlar düzür ortalığa. Həmin Nəcaşi soruşur ki, sən nə edirsən bu yemək? Ki, mən oruc deyirəm. Ki, bəs oruc deyirsən günün günorta vaxtı. Özü də ac olur, susuz olur, hava da isti olur. Bu da sərin sular qoyub küzə qablarda falan. Deyir ki, əşiyi Allahın rəhmətindən ki, namid deyirsən, o bayaq dediyimiz məsələ ki, var idi, su istifadə eləmək. Allah bağışlayandır. Bu da elə yoldan çıxardır da bunu. Yeyir, yeməyi yeyəndən sonra, su içəndən sonra, özünə gələndən sonra deyir ki, gətirir şərab qoyur süfrəyə. Deyir ki, sən neynirsən? Deyir ki, yox, mən də sənin dostunam da, mən də içirəm. Bu da içir. Bu da yoldan çıxardır, içir və içəndən sonra ki, daha məst olur, çıxır, küçələrdə başlayır 8 yaza gəzməyə. Gəlirlər, Həzrət Əleyhisselama xəbər verirlər ki, Nəcaşidən xəbər var, nə olub? Deyir ki, məst halda, günün günorta vaxtı, mübarək Ramazan ayı məst halda gəzir. Tutub gətirirlər, gör doğrudan da məstdir və deyir ki, buna səhər, sabahı gün şallah vurulmalıdır. 80 şallah və hətta 100 şallah. Deyirlər ki, niyə görə 100 şallah? Çünki şərab içdiyinə 80 şallah vurulmalıdır. Deyir, 20 şallah da mübarək Ramazan ayına elədiyi hörmətsizliyə görə vurulmalıdır buna. Axşam vaxtı qəbiləsi gəlir, deyirlər ki, ya Əmir-əl-Müminin, bu sənin barəndə mədh elə deyənidir ki, Allahın hökmünün qarşısını heç nə ala bilməz, nə mədh, nə filan. Deyirlər ki, yaxşı, bu da heç olmasa bunun üçün biraz güzəşdirir, yüngülləşdirir. Şimdi ki, heç bir şey Allahın hökmünün icra eləməkdə mənim qarşıma almaz. Çox şeylər deyirlər, axırda sözləri bu. Deyirlər ki, yaxşı, sən buna şallah vursan və insanlar da bunu görsə, özü ki, görəcək, daha rüsvəl oldu cəmiyyətin içərisində, gedib qoşulacaq düşmənə, Muaviyyəyə qoşulacaq. Onda necə olacaq? Dedi, nə olur olsun, Allahın hökmü icra olunmalıdır. Səhəri gün vaxtı çatır, hökmü icra edirlər və ondan sonra ki, görür Nəcaşi rüsvə olub, gedir Muaviyyənin yanına. Muaviyyə də gözləmirdi ki, Nəcaşi kimi bir şəxs Əli Əleyhisselamın dəstəsindən ayrılsın, gəlsin və sevinir və təəccüblənir. Soruşur ki, niyə görə gəldin, niyə görə Əlidən qaçdın? Orada deyirlər, yaxşı bir dənə söz deyir. Deyir, mən Əlidən qaçmamışam. Əlinin ədalətindən qaçıb sənin zülmüvə sığınmışam. Mən deyir, Əliyə dözə bilirəm, Əlini sevirəm, amma ədalətinə dözə bilmirəm. İndi söz burada budur ki, Ramazan ayının hörmətini istər gecə olsun, istər gündüz olsun, özü də haramla sındırmaq, bu bir növ mübarək Ramazan ayının özünə, Ramazan ayının sahibi olan Allaha hörmətsizliyidir, ehtiramsızlıqdır. Hətta bunun da neyi var? Cəzası var. Bu, bəzi adamlar gəlib o cür, o bayaq misalını qeyd edelim ki, bu cür cavab verirlər. Bu əslində
belə deyək, dindar. Bu nə bilim özünün şəxsi bir cavabıdır ki, Müəyyən istəyir bir kütlənin özünə yüngülləşdirsin. tərəf çəkmək, cəzb eləmək, yəni həqiqəti deməmək düzgün deyil. Çünki istənilən halda insanlar saxtakarlığı hiss eləyir. Yəni o söz, o cavab olaraq həqiqi İslamın sözü deyil. Və İmam Səccad əleyhissalamın duası da Ramazan ayının əvvəlində belə bir dua edir. Allahümmə əlhimna mərifətə fəzli və iclalə hürməti. Bu aya mərifət qazanmağı, mərifət kəsb eləməyi və iclalə hürmət və hörmətin saxlamağı bizə nəsib elə. Amin inşallah. Yəni bu məsumun sözüdür. Yəni məsum da istəyir diqqətimizə çatdırsın ki, Ramazanın, hətta Ramazan gəldi, Ramazan getdi kimi də ifadələrə yol verməyin. Yəni Allahın əzəmətli ay gəldi, mübarək ay da gəldi, şəhrullah gəldi. Yəni bu hörmət məsələsi də yerindədir. Doktor Əli Şəriətinin bir sözü vardı ki, əslində söz dəyərli bir sözdür. Elə bizim mövzumuz da elə bununla bağlıdır. Demək olar ki, bu barədə danışdıq. Deyir ki, mübarək Ramazan ayı Ramazandan sonra başlayır. Bəli. Yəni nə məna? Ümumiyyətlə namaz da elədir. Namaz qılırsan, namazdan sonra başlayır da namaz. Hələ hər bir əməl odur. Yəni yerinə yetirdiyin əməli, təsirini sonra yaşadasan, saxlayasan. Bir çox insanlar mübarək ay çıxandan sonra görsən heyfslənirlər. Deyirlər ki, heyf əldən getdi. Amma biz hələ mübarək Ramazan ayının bir neçə günü ki yaşamışıq. Allah bizləri bu aydan bərəkəti ilə, rəhməti ilə və məğfirəti ilə çıxanlardan, bəhrələnənlərdən eləsin inşallah. Amin. Təşəkkür edirəm Hacı. Mən də təşəkkür edirəm Hacı. Çox sağ olun dəvətə görə. Allah razı olsun.